Salam mənim əzizlərim, davam edirik Şir bürcü ilə. 19-25 yanvar həftəsi Şir bürclərini nələr gözləyir? Oğlaq bürcündə olan yeni ay, iş, gündəlik rejim, sağlamlıq sahəni aktivləşdirir. Daha nizamlı olmaq, məsuliyyət almaq tələb olunur. Görək, kartlar bizə nə deyir? Özü, hərəkəti, sevgisi, pul, sağlıq. Ümumi enerji açıqdır, güclüdür, dəstəkləyicidir. Özünü ifadə etmək, görünmək asanlaşır. Sözlərinin kəsəri var. Hərəkət mövqeyini möhkəmləndirmək tələb olunur. Liderlik etməkdən çəkinmə. Sevgidə cazibə, etiraz yüksəlir. Diqqət mərkəzində olmaq münasibəti canlandıra bilər. Pul mövzusunda balans var. Aldığınla verdiyin arasında tarazlıq qurulur. Sağlıq ümumən yaxşıdır, amma özünü həddən artıq yükləmək olmaz. Daxili güc əsas açardır. Şir üçün bu həftə güc səndədir, amma onu ağılla idarə etsən, daha çox qazanc əldə edəcəksən.